Avropa ilə Amerika münasibətləri təxminən biraz tarixi, mədəni rakursda baxsaq, kontekstdə, bu sanki valideyn və uşaq münasibətləri kimi bir şeydir. Amerika əslində biraz Avropanın törəməsidir və hətta deyirlər ki, ərköyün uşağıdır. Yəni Avropadan çıxmış insanlar Amerikanı qurdular və sonradan Amerika çox daha irəli getdi, çox daha inkişaf elədi. Hərbi, iqtisadi, siyasi, diplomatik mənada çox böyüdü və həmişə hər zaman bu baxımdan və bu səbəbdən Avropa ilə Amerika arasında həm müəyyən birlikdəlik, yaxınlıq, doğmalıq münasibətləri var. Başqa bir tərəfdən də bir qısqanclıq var, bir qəribə gərginlik var. Xüsusilə məsəl üçün Fransa, Almaniya və Avropanın daha böyük dövlətləri, gücləri və Amerika arasında Fransa ilə olan gərginlik çox daha tarixən daha bariz görünübdür. İngiltərə ilə biraz daha yaxın. Zaten İngiltərə Avropada Amerika ilə bağlantını qura biləcək bir dövlət hesab olunur. Həm tarixi kökləri var bu münasibətlərin, həm də İngiltərə elə bir ki, biraz ortadadır. Nə kontinentdir, nə də Amerikanın özüdür, bir adadır və tarixən ümumiyyətlə bu transatlantik münasibətlərin ortasında duran həmişə İngiltərə olubdur. Son zamanlar baş verənlər nədən ibarətdir? Son zamanlar baş verənlər daha çox NATO'nun bir kollektiv təhlükəsizlik sistemi kimi böhrana uğramasından gedir söhbət. Yəni NATO İkinci Dünya müharibəsinin sonrası yaranmış bir kollektiv təhlükəsizlik qurumudur. Yəni daha çox sadə dillə izah eləsək, Amerika Avropadakı müttəfiqlərini qorumaq üçün bir, ikincisi Sovetlər İttifaqının qarşısını almaq üçün ki 46-cı ildən başlayaraq Amerikalılar Sovet İttifaqının ekspansiyaya başladığını hiss edirlər. Yəni ekspansiya meylləri ilk növbədə İran və Türkiyədən gedir söhbət ki, Sovetlər oranı ələ keçirmək istəyirdilər və bununla bağlı çox maraqlı bir tarixi sənəd var. George Kennan adlı bir Amerikalı diplomat, Moskvada işləyən Amerika diplomat Vaşinqtona, mərkəzə bir telegram göndərir. Tarixdə bunun adı uzun teleqramdır, long telegram. Çünki adətən diplomatik teleqramlar 5000 sözdən ibarət olur və s. Ona qədər olur, ondan çox olmur. Bu çox uzun bir teleqram yazır və izah eləməyə çalışır ki, Rusların və ya Sovetlərin əsl niyyəti nədir və onlar genişlənməyi düşünür, ekspansiyaya düşünür və bu soyuq müharibənin başlanğıcı kimi hesab olunur ki, bu George Kennan'ın yazdığı teleqramdan soyuq müharibə başlayır ki, Amerikalılar da artıq hərəkətə keçib Sovet İttifaqının qarşısını almaq üçün müəyyən addımlar atırlar. O addımlardan biri də NATO'nu qurmaq olur. Və sonradan Türkiyəni də NATO'ya almaqla sanki bu cəbhəni sağlama alırlar, yəni təhlükəsizləşdirirlər. Bu birinci, deyək ki, böhran NATO'nun mövcudluğunda başlayır Sovet İttifaqı dağılandan sonra. Sovet İttifaqı dağılandan sonra artıq sanki bu kollektiv təhlükəsizlik qurumuna ehtiyac qalmır sanki. Çünki artıq Sovet İttifaqı yoxdur, NATO Sovetlərə qarşı formalaşırdı, qurulmuşdu və artıq 90-cı illərdə mübahisələr başlayır ki, NATOya ehtiyac var, yoxdur və s. Amerikalılar və Avropalılar müəyyən müzakirələrdən sonra qərara gəlirlər ki, NATO davam etsin. Müxtəlif fərqli istiqamətlər seçilir. Məsəl üçün 2000-ci illərdən sonra bu terrorizmlə mübarizədir, asimetrik təhdidlərə qarşı mübarizədir və s. Amma yenə də gərginlik qalır. Çünki
daha çox büdcə, daha çox pul xərclənir Amerika tərəfindən. Avropa dövlətləri o qədər də çox pul ödəmirlər NATO-nun büdcəsinə və ya başqa dillə desək, müdafiə xərclərinə o qədər də çox yatırım qoymurlar öz ölkələrinin müdafiə xərclərinə. Və əgər fikir verdinizsə, son müzakirələrdə bu əslində Trumpın birinci dövründən başlayan, birinci prezidentlik dövründən başlayan bir iddiadır. O hər zaman Avropalıların müdafiəyə daha çox pul xərcləməsini tələb edir. Və ən son razılaşma belə oldu ki, 3%-dən 5%-ə qaldırsın Avropalılar müdafiə xərclərini. Yəni, gərginlik hər zaman olub və bu gərginliyin sadəcə olaraq tarixən müxtəlif özünü göstərmə dövrləri olubdur. Respublikaçılar hakimiyyətə gələndə və bu da çox vacibdir ki, Amerika xarici siyasətində iki xətt var və bu partiyalara görə fərqlənir və dəyişir. Respublikaçılar bunlar daha çox təcrid olunma və ya izolyasionizm deyirlər buna, Amerikanın daha çox güc və enerji və pul sərf etməlidir daxili siyasətinə, iqtisadiyyatına və s. və s. və dünyada gedən müharibələrə və münaqişələrə qarışmamalıdır. Bu, təcrid olunma bir siyasətidir. Bu, daha çox respublikaçılar tərəfindən hər zaman bir siyasət kimi qəbul olunur. Demokratların siyasəti biraz başqadır. Bu, internationalizm, yəni beynəlxalqçılıq, beynəlmiləlçilik siyasətidir. Yəni, burada artıq strategiya dəyişir. Yəni, Amerika dünyadakı bir çox məsələlərə müdaxilə etməlidir. Çünki Amerika dünyaya öz dəyərlərini yaymalıdır. Amerika dünyanın daha təhlükəsiz bir yer olduğu üçün çalışmalıdır və s. və s. Bu iki fəlsəfi yanaşma və siyasi yanaşma arasında da gərginlik var hər zaman Amerikada. Hökumətlər dəyişdikcə bu yanaşmalar da dəyişir. Məsəl üçün, bu dəfə çox maraqlı və çox ciddi qərarlardan biri Trump administrasiyasının bu istiqamətdə ondan ibarət idi ki, çox böyük bir təşkilat, USAID adlanan təşkilatı bağlayır Trump hakimiyyəti. Çünki onlar düşünür ki, həddindən artıq çox pul xərclənir dünyanın işlərinə, dünyada inkişafın təşviq olunması, sonra aclığın azaldılması, demokratiyanın yayılması, iqtisadi inkişafın yayılması və s. və s. Buna Trumpın fikrinə görə, düşüncəsinə həddindən artıq çox pul xərclənir və bu pul oradan xərclənməməlidir. Bu, daha çox Amerikanın öz ehtiyaclarına xərclənməlidir. USAID bağlanır və bu, əslində çox böyük bir effekt yaradır. Yəni, demək olar ki, dünyanın bütün ölkələrində, bütün istiqamətlərdə, Asiyası olsun, Afrikası, Latin Amerikası və s. keçmiş Sovet İttifaqı. Yəni, hal-hazırda Amerika ilə Avropa arasında baş verən də təxminən bu təcrid olunma siyasətindən irəli gələn Amerika öz işləri ilə məşğul olacaq. Düzdür, yəni beynəlxalq işlər yenə də Amerikanın prioritetindədir, amma biraz fərqli rakursda, biraz fərqli perspektivdən. Yəni, məsələn, Amerika düşünür ki, böyük güclərlə Amerika ittifaqlar qurmalıdır, Çin, Rusiya və s. və böyük güclər bir yerdə qərar verməlidir ki, dünyanın taleyi nə olacaq. Artıq kollektiv təhlükəsizlik məsələsinə ehtiyac duymur Amerika. Çünki düşünür ki, zaten bütün enerjini, bütün xərcləri biz ortaya qoyuruq. Avropa bizə heç bir şey vermir. Ona görə də yəni bizim üçün artıq kollektiv təhlükəsizlik formatı uyğun deyil. Başqa bir məsələ də var ki, bu da çox maraqlıdır. Avropanın inkişafı, xüsusilə Qərbi Avropanın inkişafı 2-ci Dünya müharibəsindən sonra həm də ona görə baş verir ki, Amerika, dolayısıyla NATO təhlükəsizliyi təmin edibdir və bu təhlükəsiz bir mühitdə
Avropa sanki bir təhlükəsiz bir adaya çevrilibdi və orada öz istədiyi kimi inkişaf edir. Sosial yardım artır, sosial münasibətlər tamamilə başqa müstəvidədir. Yəni Amerika ilə Avropanın inkişaf etmiş ölkələrini baxsaz, müqayisə etsəz, çox tamamilə fərqli bir dünyadır. Yəni dövlətin sosial qayğısı, sosial yardımı çox daha yüksəkdir Avropada, Amerika ilə münasibətdə. Eyni dərəcədə təhsil, eyni dərəcədə bir çox başqa məsələlər. Ona görə Amerikanın arqumentlərindən biri odur ki, yəni biz sizin üçün təhlükəsizlik təmin etdik. Siz inkişaf etdiniz, amma indi özünüzü qoruya bilmirsiniz və bu məsələni həll etmək lazımdır. Hal-hazırda xüsusilə də Almaniyanın başını çəkdiyi böyük bir yeni proses başlayır. Bu proses ondan ibarətdir ki, Avropa ancaq özünə güvənməlidir artıq, xüsusilə hərbi mənada və müdafiə büdcəsini artırmalıdır ölkələr. Almaniya artıq çox yüksək hədəflər qoyubdur. Milyardlar artıq xərclənəcək deməli müdafiə sənayesinə və nəticə etibarilə məqsəd ondan ibarətdir ki, Avropa təhlükəsizlik baxımından, müdafiə baxımından artıq özünü deməli təmin edə bilsin. Və bunun hamısı təbii ki, hardan başladı? Bunun hamısı başlayır Rusiyanın Ukraynaya qarşı müharibə açmasından. Yəni bu İkinci Dünya müharibəsindən sonra hamının gözlədiyi, amma bugünə qədər heç vaxt baş verməyən bax həmin o təhlükə idi ki, həm Amerikası, həm Avropası bu təhlükə altında, bu təhlükənin xəbərləri ilə hər zaman yaşayırlar, amma soyuq müharibə dövründə bu heç vaxt baş vermədi. Böyük bir qarşıdurma, hərbi qarşıdurma yaşanmadı Avropanın özündə və bu 4 il əvvəl, düzdür 2014-dən başlayan bir prosesdir, amma 4 il əvvəl ilk dəfə Rusiyanın Ukraynaya hücumundan sonra başlayır. Yəni Avropa üçün söhbət nədən gedir? Söhbət ondan gedir ki, onlar düşünür ki, Ukrayna sadəcə başlanğıcdır. Ukraynanı əgər məğlub etsə Rusiya və Putin, ondan sonra arxası gələcək. Baltik ölkələri olacaq, Şərqi Avropa, Mərkəzi Avropa ölkələri və s. Və bu bizi qaytarır bir də 46-cı illər George Kennanın teleqramına ki, o çox detallı şəkildə izah etmişdi ki, Sovet İttifaqı və ya Rusiya, çünki o onun Rus dövləti kimi görürdü, niyə genişlənməyə çalışır? Niyə ətrafdakı ölkələri ələ keçirib qərbə doğru genişlənməyə çalışır? Ona görə ki, George Kennan yazırdı ki, Rus hakimiyyəti, Rus elitaları hər zaman qəribə bir təhlükə halında yaşayır. Yəni insecurity, yəni özlərini təhlükəsiz hiss etmirlər və onun üçün də genişlənməyə məcburdular. Öz fikirlərində, öz siyasətlərində və strategiyalarında. Bunun növbəti mərhələsi nədən ibarətdir? İndi bilirsiniz ki, hal-hazırda Amerika, Avropa və Ukrayna arasında danışıqlar gedir. Rusiya da kənardan hələ ki izləyir. Düzdür, yəni sülh müqaviləsinin o planını ruslara da göndərirlər, onlar da baxır və s. Amma indi hal-hazırda bu günlər ərzində Avropa, Amerika, Ukrayna arasında bir sülh planının müzakirəsi gedir və burada çox vacibdir, çox maraqlıdır ki, mən dünən kadrlara baxırdım. Məsəl üçün, Ukrayna prezidenti masada Avropalılar ilə oturur. Məsəl üçün, Almaniyanın kansleri Merzlə bir tərəfdə, Amerika qarşı tərəfdə oturur və onlar bu sülh planı ətrafında belə danışıq aparırlar, yəni razılaşmaya gəlmək istəyirlər. Çünki, məsəl üçün, 4-5 il bundan əvvəl Ukrayna və Amerika eyni tərəflərdə idilər. İndi, xüsusilə Trump gələndən sonra, yəni bu son bir il ərzində kifayət qədər şok edici bir məsələlər
hadisələr baş verdi. Amerikanın Ukrayna dəstəyindən çəkilməsi və daha çox maraqlı bir şəkildə Rusiyaya sanki dəstək verməsi diplomatik olaraq və bu da həmin o bayaq danışdığımız ki, Amerikanın bu administrasiya fəlsəfəsi dəyişir. Dünyanın beynəlxalq məsələlərə, dünyanın idarə olunması məsələsinə ki, artıq klassik mənada, konvensiyon mənada kollektiv təhlükəsizlik, Avropa ilə bir yerdə, NATO və s. deyil. Böyük güclərlə necə bir yerdə işləyə bilərik ki, həm Amerikanın öz maraqları irəli getsin, həm də eyni zamanda dünyada sülh olsun, ticarət olsun, iqtisadi münasibətlər bərpa olsun və s. Yəni, son zamanlar baş verən bax bunlardır təxminən.